Mən Şeyda və Nərminə Şabran rayonundan gəlmişəm. 4 nömrəli Sumqayıt şəhər xəstəxanasında müalicə alıram. Bununla 2-ci dəfədir müalicə alıram. Mən bel sütunundan, artroz dizlərimdə xəstəliyindən əziyyət çəkirdim. Bura gəldikdən sonra çox effektli gördüm. Şükürlər olsun, artıq yeriyərək gedirəm. Çox təşəkkür edirəm. Başda Bahadur müəllim olmaqla bu 4 nömrəli xəstəxananın həkimlərinə, Asil həkimə, Yəmən həkimə, Gülşən həkimə, bütün hamısına təşəkkür edirəm. Tibb işçiləri o qədər bizə təmənnasız qayğı göstərirlər ki, hamısından çox biz razıyıq. Təbibin tabeliyində olan 4 nömrəli xəstəxanada təmənnasız olan xidmətə görə mən təbbə təşəkkür edirəm. Çox sağ olsunlar ki, belə bir müəssisə var. Xəstəmiz Şeydayeva Nərminə yaxın regionlardan birindən göndəriş əsasında boyun və bel retikulopatiyası diaqnozu ilə xəstəxanamıza qəbul edilmişdir. Gələrkən şikayətləri kəskin boyun və bel ağrıları idi. Xəstəliyinə müvafiq müalicə tətbiq edildi və xəstəmiz bugün yaxşılaşma ilə evə göndərilir.